Ad qövmünə Hudu göndərdik. O da həmçinin eyni formada ya qavmi ibudullaha ma lakum min ilahin gayruh. Ey qövmüm, Allaha ibadət edin. Sizin Allahdan başqa ibadətə layiq olan məbudunuz, ilahınız yoxdur. Deməli, peyğəmbərlərin çağırışı elə ilk çağırışı bu olub. İnsanları la ilahə illallah, yəni kəlməsinə çağırmaq, Allaha ibadətə və Allahdan qeyrisinə ibadətdən çəkindirmək. Çünki la ilahə illallah açardır. Deməli, tövhid Rasulların dəvətinin açarıdır. Onunla insanlar İslam'a girir. Və buna görə Peyğəmbər sallallahu aleyhi və səlləm Muaz İbni Cəbəl radiyallahu anhunu Yəmənə elçi olaraq göndərdiyi zaman deyir ki, İnnəkə tə'ti qavmən əhli kitab. Yəni, sən kitab əhlindən olan bir qövmün yanına gedirsən. Fəliyəkun əvvələ mə təd'uhum iləyhi ibadətullahi vəhdə. Onları ilk çağırdığın iş tək olan Allaha ibadət etmələri olsun. Fəidə şəhidu ən la ilahə illallah və ənə Muhammədən Rasulullah fəəxbirhum ənəllaha qad farada aleyhim 5 salavatin fil yevmi və leylə. Əgər onlar şəhadət gətirərlərsə, bunu qəbul etsələr, Allahdan başqa ibadətə haqqı olan məbudu yoxdur, Muhammed sallallahu aleyhi və səlləm onun elçisidir. Bunu qəbul etsələr, onda onlara xəbər ver ki, bildir ki, Allah Teala onlara gün ərzində 5 namazı fərz etmişdir. Və sonra digər dayaqları buyurur, zəkatı buyurur. Əgər bunu da qəbul etsələr, yəni Allah Teala mallarından zəkatı fərz edib, onların varlılarından götürülərək kasıblarına verilir. Deməli, tövhid insanın ilk İslam'a daxil olduğu və dünyadan da sonuncu çıxdığı bir şeydir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, Mən kənə əxiru kələmihi la ilahə illallah dəxaləl cənnə. Yəni, kimin son sözü la ilahə illallah kəlməsi olarsa cənnətə girər.